Salam aleykum dostlar, niyəşini, keyfiniz, əfvanınızə və hamınız yaşarsınız. Deməli, bugün sizinlə bu gördüyünüz 3 dənə quş növün, yəni 3 dənə göyərçin növün sizinlə araşdıracaq. Yəni, nətə araşdırmaq, bunların yaşama, harada yaşayırlar, bədən quruluşları və necə yemək yeyirlər, nə cür yemək yeyirlər, onu araşdıracaq sizinlə. Duran gecəni yatmamışam. Araşdırmışam bu quş növləri, yəni göyərçin növləri araşdırmışam ki, dünyada neçə dənə göyərçin növü var. Çox göyərçin növü var idi. Hələ ki 3 dənə növ elədim sizlər üçün. Çox uzun video olmasın deyə. Çünki mən çox danışıram ona görə. Keçək bu göyərçin növlərinə. Bu quşu dostlar hamı tanıyır. Bu quşu bilmirəm, yarısı tanıyır, yarı tanımıram. Mən bu quşu görəndə dostlar, mən bu quşu tanıyırdım. Belə də tanıyırdım. Amma bu quş çıxanda qabağıma şok oldum mən. Dedim ki, bu ördəkdir də. Sonra götürdüm Google-dən Kormi'dən araşdırmışam. Bu videonu Google-dən Kormi'dən gözmüşəm. Sonra dostlar götürdüm bu şəkili aparım, atdım ChatGPT-yə ki, bu dəqiq ördəkdir yoxsa göyərçin növüdür. Heç ki 100% göyərçindir. Mən də dedim ki, yəni yaxşı. Ona görə bir şey olsa hamısı ChatGPT-nin üstünə atacam. Nəysə. Bunu da ChatGPT-dən soruşdum ki, göyərçin növüdür yoxsa yox. Əslində bunu Ünqülvarı bilirdim ki, göyərçin növüdür, amma dəqiq bilmirdim də. Həm də bunların bədən quruluşu, harada yaşayırlar, onu ChatGPT-dən öyrəndim. Bir ki, bunu götürdüm. Daha doğrusu götürdüm oradan. Prosta ekran kaydı ala bilmədim. Bunun necə yaşayır götürə bilmədim. Daha doğrusu oxudum, amma götürə bilmədim. Ekran kaydı götürə bilmədim. ChatGPT-dən götürəmədim də yəni. Hər nəsə olsa bu 3 növ göyərçin növünə keçək. Deməli dostlar, bu yəni ördəyə oxşayan göyərçin dəniz göyərçin adlanır. Dənizlərdə yaşayır. Bu dənizlərdə yaşayır dostlar bu göyərçin. Gördüyünüz kimi dostlar, həm də kənd uşaqları bilər. Sağsağana oxşayır. Bu qanadlarında sağsağana oxşayır. Sağsağan bir qarğa növü kimi bir şeydir. Dimdiyi baxın belə ördək kimidir. Baş quruluşu da ördək kimidir. Gözü qapqaradır. Şəkilləri düşüb də. Ayağı qan qırmızı kimidir. Qırmızı da, qıpqırmızıdır. İndi ayağı düşməyib, amma başqa şəkillər var idi orada. Ayağı qıpqırmızı idi. Dostlar, bu da mavi göyərçin deyiləm buna. Bunun göz dörsün qan qırmızısıdır. Dimdiyi də belədir. Dimdiyi biraz bu göyərçinlər dimdiyinə oxşayır. Başına baxın, başı da keçildi başdır. Zərif tüklü başdır. Yəni toyuqlarda var dostlar. Toyuqlarda yox, daha doğrusu göyərçinlərdən cücələrdə də var. Belə təzə doğulan cücələrdə var. Vız-vız tüklər var. Yuxarıda başında elə tükləri var. Belə maraqlı göyərçin. Mənə xoşum gəldi. Başqa şəkillər də var, onu da baxışdırdım sizə. Bu da çöl göyərçinidir. İnsanlar deyirlər buna vəhşi göyərçin və ya çöl göyərçin deyirlər. Mən çöl göyərçin deyirəm, çöldə yaşayır çünki. Belə bir göyərçinin quruluşu, belə də qanadlarında, iki qanadlarında belə qara cız var, iki cız var. Bir dənə qanadın ucu qaradır, quyruğu tamamilə göy rəngdir. Yəni bir sözlə quşbazlar bilər yəqin ki. Qanadlarının da belə buralığı şöyle görsələm, buralığı şöyle boz rəngindədir. Başında şöyle baş belə gəlir. Başı da boz rəngində, burasında bir dənə qara kanisinin bir şey gelir. Qəhvəli rəng bir şey gedir oradan. Qaradan qəhvənin qarışığı bir şeydir. Sinəsi də daha çox qəhvəli rəng, bir də karisinli bir rəng olur. Koyu karisi, yəni qarantıl bir şey. Yəni dəyəndə, günəş dəyəndə də buralığı görünüşüm yaşıla çalır. Daha doğrusu qara quşlarda olur o, amma bu quşlarda da olur da. Dimdiyi kopya bizim quşlardır. Quşlara oxşayır. Gözlə belə qırmızı gözləri var. Amma dimdiyi belə balıqca görsəm məsələn dostlar sizə. Bunların bir dəfə tutmuşum bunlardan. Dimdiyi çox böyük olur. Dırnağı da baxın dostlar, burada dırnağı balıqca görsənib. Amma ayaq dırnağı çox böyük dostlar. Cırmaqlayır adamı, əlini tutsa buraxmır. Allah hara getdim. İndi dostlar bunların
necə, harda yaşayırlar. Dəniz cücərsin dostlar, dənizin üstündə uçur. Dəqiq baxa bilmədim dostlar, bunlar necə qidalanır. Məncə dostlar dəniz məhsullarını falan yeyir. Sonra dəniz hara qumbağa yorğusunu almağa və ya hardan balıq çıxardır. Dəniz sahillərində, sahil qıraqlarında ya da görür kimi ağacın üstündə oturub bu. Ağaclarda falan qumur. Görür kimi bu cücərsin növlərində bu quş ən böyük sayılır. Bu quş daha çox belə meşələrdə, sıx meşələrdə olur. Meşənin adı var idi. Yağış meşəsi nə idi? Orada tapılıb, daha çox orada tapılıb həmin quş. Bu da şəhərlərdə tapılıb quş. Hamımızın bildiyi sadə cücərsin, vəhşi cücərsin şəhərlərdə tapılır ən çox. Mən qonaqçıya gedəndə, qohumumca gedəndə şəhərdə nə qədər var idi bundan. Hələ birinin 50 manatını tutmaq istədim, tutamadım nəysə. Söhbət bağlı. Sonra tutamadım nəysə. Yəni çox var. Hətta bizim yaşadığımız yerdə kənddə də olur dostlar. Kənddə də olur. Prosta kənddəkilər vəhşi olur, adamı tutanmaq olmur. Amma şəhər kimi yerlərində biraz adam əllərinə gəlir quş. Bunların indi belə yazıları var. Bu yox, bu adı mavi quş gedir. Mavi cücərsin daha doğrusu ingiliscə şeylər yazılıb. Oxuyarsınız özləri. 70 sm uzunluğa sahibdir. 2 kiloqram ətirəmin kilosu var. Belə. Həm dostlar bunların nəsilləri təhlükə altındadır. Ona görə qorumaq lazımdır bunları. Dostlar bu da belə bir dəniz quşu. Belə görürsünüz, ayağını görsənmişsiniz dostlar. Baxın, ayağı belə qıpqırmızıdır. Şöyle ayağı burada da var. Yuxarı baxın, baba. Görürsünüz, ayağı qıpqırmızı. Ördək ayağına oxşuyur. Görürsünüz, bu ördək olar. Dostlar mən niyə görə yəni ChatGPT-dən soruşmuşam, ChatGPT bunu çıxarıb qabağıma. Bəli, daha yazmışam, dəqiq bu cücərsindir. Onu bəli, dəniz cücərsin, adətən pigeon. Nəysə, oxuyarsınlar. Deyir ki, bu cücərsin siyahısına girmir də, dəniz quş siyahlarına girir. Belə. Dostlar, üzr istəyirəm ki, çöl quşunun haqqında götürəmədim, ekran kaydı ala bilmədim, amma bildiyim yerə danışdım bu çöl quşu haqqında. Həm dostlar, qıraqda belə quşlar falan görürsünüz. Əlinizdə nə yemək varsa, bir damcı qırın, atın çörək üçün, çörək atın, dən varsa dən atın, dən olmuyor. Olmuyor da, tum tutursunuz məsələn üçün. Tum tutursunuz, bir damcı, bir iki şey götürün, dən götürün, atın. Məsələn, 2 də 5 də tum dənəsindən götürün, atın, yazıqla içsinlər. Yəni, yazıqla heyvanlar da sabah qazanarsınız. Çünki dostlar, qış vaxtı bunlar yemək tapa bilmirlər, həm də şükürlər yazıqla. Çünki mən quşbazam, mən bilirəm də, yəni mənim quşlarım belə üşürlər ki, qoyurlar, üşürlər. Nəysə dostlar, söhbəti uzatmayaq. Sağ olun dostlar. Videomuz belədir. İnşallah video bəyənərsiniz. Video əlinizdən gəldikcə video bəyənin, yorum yazın, yaxşı yorum yazın, tamam. Yorum yazın. Abunə deyilsinizsə abunə olun. Abunəsizsə ürəksiniz. Abunə deyilsinizsə, abunə olmaq istəmirsinizsə canı sağ olsun. Eybi yox. Dostlar, videomuz belə. Sağ olun, sağlamaq qalın. Özünüzə baxın, gələn bölümdə görüşəndə video bəyənin, kanala abunə olmayı unutmayın. Əgər bu video 3 deyə like gəlsə, yəni 3 deyə bəyənim gəlsə, cücərsin cinslərinə baxdıq, cins daha doğrusu növlərinə baxdıq. Cins başqa şey olsa, cins yəni pigeon deyirəm ya, pavlindir, yakabindir, ayağı tüşlüdür, belə bir cinsdir. Yəni postadır məsələn üçün belə. Belə cinslər belə deyir. Amma növlər başqa cür. Yəni adətən başqa bir növ cücərsindən kim gedir də. Sonrası dostlar, videomda 3 like gəlsə əgər belə bir video çəkəcəm, amma toyuqlar haqqında çəkəcəm. Yəni toyuq cinslərinin növlərini yox, toyuq cinslərinə, məsələn bramadır, nə bilim yaponqadır, belə bir toyuqlarına. O da 3 dənə növ gələcək. Nəsə dostlar, sağ olun, salamat qalın. Özünüzə baxın, gəlin bölümə qoşun. Video bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun, salamat qalın. İnşallah video bəyənərsiniz. Çünki çox əziyyət çəkmişəm o videoda. Bye bye.